Qərbi Azərbaycan xanlıqları. Azərbaycanın qərbində yaranmış xanlıqlar ərazilərinin beynəlxalq ticarət yollarının üzərində yerləşməsinə və strateji mövqeyinə görə seçilirdi. Elə bu səbəbdən də qonşu xanlıqların və xarici dövlətlərin hücumuna məruz qalırdı. Qərbi Azərbaycanda İrəvan və Naxçıvan xanlıqlarında bu zaman siyasi-iqtisadi vəziyyət necə idi? Bu barədə danışaq. Deməli, gördüyümüz kimi Göyçə gölü ətrafında İrəvan xanlığıdır. İrəvan xanlığı hazırda Azərbaycan Respublikasının ərazisinə daxil olmayan xanlıqlardandır. Yəni, sualda düşəndə ki, Azərbaycan Respublikasının ərazisinə daxil olan xanlıqlar haqqında danış, biz İrəvan xanlığından danışa bilmərik. İrəvan xanlığı, eyni zamanda Naxçıvan xanlığı, eyni zamanda onların cənubunda olan Mako xanlığı, gördüyümüz kimi İrəvan, Naxçıvan, Mako, keçmiş Çuxursat bəylərbəyliyi ərazisində yaranmış xanlıqlardandır. İrəvan xanlığı 18-ci əsrin ortalarında yaranmışdı. Onun əsasını Mir Mehdi xan Əfşar qoymuşdu. Əfşar dediyimə görə, demək İrəvan xanlığı da Əfşar nəslindən olubdu. Əfşar xanlıqları, ümumiyyətlə Əfşarların idarə etdiyi xanlıqlar yadda saxlayırıq bu başlıqla Tuz, İ. Cənubda Tuz, yəni Təbriz, İrəvan, cənubda Təbriz, Urmiya, Zəncan, şimalda isə İ, İrəvan, Tuz, İ. Tuzla yadda saxladıq cənub xanlıqlarını. Təbriz, Urmiya, Zəncan bu üçün də Əfşarlar yaratdı. Eyni zamanda da şimalda İrəvan xanlığıdır ki, onu da Əfşarlar yaratmış oldu. Aha, deməli, Mir Mehdi xan Əfşar əsasını qoymuşdu. Ağrı vadisi, Dərələyəz, Göyçə gölü arasındakı torpaqlarda yerləşirdi. Əhalisini Azərbaycan türkləri təşkil edirdi. Xanlıqda qara pul adlanan yerli mis pullardan, Səfəvilər dövründən qalmış və digər xanlıqlarda kəsilmiş pullardan, xarici pullardan istifadə olunurdu. Demək, xanlıq nisbətən zəif olduğundan tez-tez hücuma məruz qalırdı. 1749-cu ildə İrəvan, Qarabağ hakimi Pənahəli xanın, sonra Kartikaxetiya çarlarının və Xoy xanlığının hücumuna məruz qalmış, bir müddət onlardan asılı vəziyyətə düşmüşdü. Deməli, İrəvan 1749-da Qarabağlı Pənahəli xanın hücumuna məruz qalıbdı. Sonra Kartikaxetiya çarlarının, Xoy xanlığının hücumuna məruz qalmış, bir müddət onlardan asılı vəziyyətə düşmüşdü. Kartikaxetiya çarları Üçkilsə monastırının katolikosu ilə əlaqə saxlayır, onun əli ilə İrəvan xanlarına zərbə endirməyə çalışırdı. Eyni zamanda biz cənub xanlıqlarını öyrəndikdə Urmiyalı Fətəli xanın da İrəvana, Qarabağdan sonra İrəvana asılı hala saldığını öyrənmişdik. 1755-ci ildə Həsənəli xan Qacar İrəvan xanı oldu. Saray çevrilişi oldu 1755. Həmin ildə Həsənəli xan Qacar İrəvan xanı oldu. 1755 Şəkidə də bir hadisə öyrənmişdik. Görəsən bu nə idi? Şəki xanı hadisələrinin Şirvana uğursuz yürüşünü öyrənmişdik. Aha, deməli 1755 saray çevrilişi Həsənəli xan Qacar İrəvan xanı oldu. Yəni Əfşarlar getdi, Qacarlar gəldi, sülalə dəyişikliyi oldu. İrəvanda Qacar tayfasından olan sülalə hakimiyyətə gəldi. İrəvan xanının əhalisi bu diyarda ən qədim sakinlər olan Azərbaycan türkləri idi. Buna o dövrə aid yer adları, o zaman İrəvanda olmuş Avropa səyyahlarının, hətta erməni tarixçilərinin məlumatları da sübut edir. Mənbələrin məlumatına görə 18-ci əsrdə ermənilər İrəvanda əhalinin cüzi bir hissəsini, Azərbaycana isə böyük əksəriyyətini təşkil edirdi. Məhz erməni tarixçisinin verdiyi məlumatdan görürük bunu. Əhalinin cüzi hissəsini təşkil edən xristianların bu bölgəyə ilk gəlişi 1441-ci ildə erməni katolikosluğunun Kilikiyadan Azərbaycana, yəni İrəvan bölgəsinə, Üçkilsəyə köçürülməsi ilə bağlı olmuşdur ki, hansı ki biz bunu Cahanşahda öyrənmişdik ki, Cahanşah icazə verir, hansı ki erməni katolikosluğunun mərkəzinin Kilikiyadan İrəvana gəlməsinə, elə bununla da xristianların ilk gəlişi 1441-ci ildən başlayıbdır. Katolikosluğun köçürülməsinə qədər bölgədə ermənilərə məxsus heç bir yaşayış məntəqəsi, torpaq sahəsi olmamışdı. Sonralar erməni katolikosları yerli Azərbaycanlıların torpaqlarını müxtəlif yollarla ələ keçirərək öz ərazilərini genişləndirdilər. Biz, yəni ermənilər, türklərə məxsus torpaqları ya satın alır, ya zəbt edir, ya bəxşiş kimi əldə edirik. Azərbaycanın digər xanlıqları kimi İrəvan xanlığının da əhalisi əsasən əkinçiliklə, maldarlıqla məşğul olurdu. İrəvan şəhəri isə Azərbaycanın mühüm sənətkarlıq ticarət mərkəzlərindən biri idi. İrəvan xanlığının ərazisi müxtəlif ölkələrə gedən ticarət yollarının qovşağında yerləşirdi. Məhz bu səbəbdən İrəvan xanlığı ərazisində çoxlu körpülər, karvansaralar, bazarlar, zərbxanalar, yəni metal pul kəsilən yerlər var idi. Xanlıqda qara pul adlanan yerli mis pullar kəsilirdi. Bundan başqa Səfəvilər dövlət dövründən qalma pullardan, Azərbaycan digər xanlıqlarında kəsilmiş pullardan, həmçinin xarici pullardan da istifadə olunurdu. İrəvan xanlığı strateji coğrafi mövqeyə malik olduğu üçün qonşu dövlətlərin hücumlarına məruz qalırdı.
1765-69-cu ildə Gürcü çarı İrəvana hücum elədi və bunun nəticəsində İrəvan xanlığı Gürcülərə bac verməli oldu. Lakin sonra Kərim xan Zəndinin tələbi ilə o vaxt İrəvan xanı olan Hüseynəli xan bac verməkdən imtina elədi. Deməli, Hüseynəli xan bac verməkdən imtina eləyib, Hüseynəli xanın müstəqil siyasət yürütməsi, hətta bir ara Naxçıvanı da özünə asılı salmaq cəhdi Gürcü çarı 2. İraklini narahat edir. Tezliklə Gürcü çarının təhriki ilə İrəvanda hakimiyyət uğrunda mübarizə qızışır, xanlıq xeyli zəifləyir. Kərim xan Zənd də vəfat edir. Bundan sonra 2. İrakli İrəvandan bac tələb edir. Amma İrəvan onu rədd edir. Belə olan halda 1779-cu ildə Gürcü çarı 2. İrakli İrəvan xanına hücum edərək onun ərazisinin bir hissəsini Şöyəli işğal edir. 1779-cu ildə İrakli yürüş edir. İrəvan şəhərini tuta bilmir, düzdür. Amma geri qayıdarkən haranı tutur? Şöyəli tutur və 2500 ailəni də əsir aparır. Bu zaman Hüseynəli xan Osmanlıya arxalanaraq həmin əhalinin geri qaytarılmağını tələb eləmişdi 2. İraklidən. Deməli, bu mənbənin içində də Tiflisdəki Rus qoşununun başçısı polkovnik Burnaşev Peterburqa yazmışdı. İrəvan şəhəri Azərbaycana məxsus olduğundan Osmanlı sultanı onu heç zaman Gürcüstanın tabinə verilməsinə razı olmayacaqdır. Sultan Ərzurum paşasına və digər həmsərhəd paşalara Rus qoşunlarına qarşı çıxmağı əmr etmişdir. Qarabağlı İbrahim Xəlil xan və digər Azərbaycan xanları İrəvanı Gürcülərin işğalından xilas etmək üçün birləşmişlər. Yəni İrəvanı xilas etmək üçün xanların birləşdiyi haqqda məlumat verilmişdi. Osmanlının İrəvanın güzəştə getməyəcəyi barədə məlumat verilmişdi. Burada da İrəvan xanının bayrağı göstərilibdir. Deməli, İrəvan xanlığı müxtəlif dövrlərdə Gürcü çarlarından, Qarabağ və Xoy xanlıqlarının asilisinə düşmüşdü. 1783-cü ildə Gürcü çarı Rusiyanın himayəsini qəbul elədi. Bundan sonra Gürcü çarının İrəvana və digər Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasəti fəallaşdı. Bu isə İrəvan xanlığını Osmanlı dövləti ilə yaxınlaşdırdı. 1795-ci ildə Ağaməhəmməd xan Qacar yürüş elədi. Bundan sonra İrəvan xanlığı ondan asılı vəziyyətə düşdü. Naxçıvan xanlığından danışaq. 18-ci əsrdə Azərbaycanda yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı olmuşdur. Xanlığın əsasını yerli Kəngərli tayfasının başçısı Heydərqulu xan qoymuşdu. Heydər Əliyev Naxçıvanlı, Heydərqulu xan Naxçıvan xanlığı belə yadda saxlaya bilərik. Kəngərli tayfasının adını biz bir də Salarilərdə öyrənmişdik. Xanlıq, diqqət edin, 1747-63-cü ilə qədər Heydərqulu xan olubdur, 63-də artıq Hacı xan gəlibdir. Xanlıq Zəngəzurdan Araz çayı vadisinə qədər olan əraziləri əhatə edirdi. Zəngəzurdan Araz çayı vadisinə qədər olan əraziləri. Baxın, Naxçıvan xanlığının ərazisi İrəvandan aşağıda. Maku, Qarabağ, Mərənd xanlıqlarından həmsərhəd eyni zamanda İrəvandan. Deməli, Qərbi Azərbaycan böyük bir hissəsini əhatə edən Naxçıvan xanlığı İrəvan, Qarabağ, Xoy və Maku xanlıqları ilə həmsərhədidir. Naxçıvan xanlığının təbii coğrafi şərait, təsərrüfata, əhalinin məşğuliyyətinə, ictimai həyata mühüm təsir göstərirdi. Xanlığın ərazisinin müəyyən hissəsi dağlıq olduğu üçün təsərrüfatda maldarlıq mühüm rol oynuyordu. Su çatışmazlığı əkinçiliyin inkişafına mane olurdu. Buna baxmayaraq, əkinçilik bölgənin ənənəvi təsərrüfat sahəsi olaraq qalırdı. Susuz şoran çöllər, müxtəlif formada olan dağ qayalıqları, dərə təpəli sahələr, gözəl otlaq yerləri, düzənliklər, sayısı hesabsız vadilər, dərələrin axan, yayda tamamilə quruyan dağ çayları Naxçıvanın xarici aləmini özündə əks etdirir. Mənbədə verilibdir burada. Deməli, feodal ara müharibələri, xarici işğallara qarşı mübarizə, daxili saray çəkişmələri Naxçıvan xanlığının siyasi vəziyyətini pis təsir göstərirdi. Xanlığın siyasi tarixini iki dövrə bölmək olar. 47-97, yəni 1747-97 müstəqillik və yarımasıllıq dövrü, 1797-1827 Qacarlar dövlətindən asıllıq dövrü. Demək, 1797-yə qədər burada deyirik ki, müstəqillik və ya yarımasıllıq dövrü olub. 1797-ci ildən 1827-yə qədər isə Qacarlar dövlətindən asılı olubdur. Heydərqulu xan öz hakimiyyətini möhkəmləndirməyə, xarici hücumlardan qorunmaq üçün qonşu xanlıqlarla müttəfiqlik siyasəti yürüdürdü. 18-ci əsrin 50-ci illərində Heydərqulu xan Qarabağ xanı Pənahəli xanın asılı qəbul etmişdi. Yadımıza salaq, İnək, İrəvan, Naxçıvan, Ərdəbil, Gəncə, Qarabağ xanından asıla düşmüşdü. Deməli, 50-ci illərdə asılı olanlardan biri də məhz Heydərqulu xan olubdu. Onun ölümündən sonra Naxçıvan xanlığı zəiflədi. Xanlıq bir müddət Şiraz hakimi Kərim xan Zənddən asılı vəziyyətə düşdü. Yadımızdadırsa, Şiraz qonaqlarına iştirak edən xanlıqlardan biri də Hacı xan idi, Naxçıvan xanı. 18-ci əsrin 80-ci illəri xanlığın siyasi tarixində əsasən hakimiyyət uğrunda mübarizə dövrü kimi səciyyələndirilir. 80-ci illər hakimiyyət uğrunda mübarizə dövrüdür. Hakimiyyət uğrunda müharibələr və feodal dağınıqlığı Azərbaycan torpaqlarının xarici hücumlardan müdafiəsini çətinləşdirdi. Gürcü çarı 2. İrakli İrəvan xanlığının asılı vəziyyətə saldıqdan sonra Naxçıvanı da işğal etmək istəyirdi. O Naxçıvan
Naxçıvan xanlığına yürüşə hazırlaşırdı. Lakin Osmanlı dövlətinin narazılığı bu yürüşün qarşısını aldı. Burada da Naxçıvanda Xan Sarayı təsir olunubdur, bərpa olunmuş şəkildə. Burada da Gürcü çarının fikri irəli sürülübdür mənbədə. Deyir, həmin torpaqların bir hissəsini mənə güzəşt edərsiniz. Gəncəni, İrəvanı, Naxçıvanı mənə tabe edin. Deməli, Azərbaycana sahib olmaq Rusiya üçün əlverişlidir. Sonra isə həmin torpaqların bir hissəsini mənə güzəşt edin. Gürcü deyir. Hansı torpaqlar deyə güzəşt edin? Gəncəni güzəşt edin, İrəvanı və Naxçıvanı mənə güzəşt edin deyir. Gürcü çarı 2. İraklinin Rusiya hakim dairələrinə göndərdiyi məktubdan. 1787-1820-ci illərdə Kərbəli xan hakimiyyətdə olub. Kərbəli xanın dövründə Naxçıvan xanlığı Qacarlar dövlətindən asılı izə düşdü. Demək, Kərbəli xanın dövründə qısa müddət ərzində sabitlik yaransa da, Qacarların hücumuna məruz qalır, Qacarlardan asılı izə düşür. 1795-ci ildə Qacarların ordusu Naxçıvanda sərt müqamətə rast gəlir. 97-ci ildə Kərbəli xan Qacarın hakimiyyətini qəbul edir. 1827-ci ildə isə Rusiya İrəvandan sonra Naxçıvan xanlıqlarını da işğal edərək bir il sonra onları ləğv edib yerində erməni vilayəti yaratmışdı. İki hakimiyyətli xanlıqlar. Azərbaycanda bəzi xanlıqlarda siyasi mübarizə, işğallar iki hakimiyyətin yaranmasına səbəb olmuşdu. Şirvan coğrafi baxımdan böyük ərazini Kürd çayından şimal-şərqdəki torpaqları əhatə edirdi. Və 18-ci əsrin ortalarında Azərbaycanın bu bölgədə Quba, Dərbənd, Bakı, Şamaxı xanlıqları yaranmışdı. Gördüyümüz kimi xəritədə də Quba, Dərbənd, Şamaxı xanlıqları Azərbaycanın şimal-şərqində yaranıbdı. Şamaxı xanlığını Şirvanın bir hissəsini əhatə edirdi. Baxın, xəritədə deməli Şamaxı xanlığı. Şamaxı xanlığı Şirvanın bir hissəsini əhatə edirdi. Bu xanlıq ərazisinə görə Azərbaycanın ən böyük xanlıqlarından biri idi. Lakin xanlıqlar arasında baş verən müharibələr nəticəsində Şamaxı xanlığının da sərhədləri tez-tez dəyişirdi. 18-ci əsrin ortalarında Köhnə və Yeni Şamaxıda müstəqil xanlıqlar yarandı. Köhnə Şamaxıda Sərkarlar sülaləsinə mənsub Məmməd Seyid xan və ağası xan qardaşları, Yeni Şamaxıda isə Hacı Məhəmmədəli xan öz hakimiyyətini qurdular. Demək, Köhnə Şamaxıda Məmməd Seyid xan və ağası xan qardaşları, Məhəmməd Seyid və ağası xan qardaşları Köhnə Şamaxıda görür, Şamaxı ikiyə bölünübdür. Məhəmməd Seyid və ağası qardaşları, Yeni Şamaxıda isə görür, yəni ağası olan Yeni Şamaxıda isə Hacı Məhəmmədəli xan öz hakimiyyətini qurmuşdu. İki hakimiyyətin mövcud olması Şamaxı xanlığının siyasi və iqtisadi vəziyyətinə mənfi təsir göstərirdi. Qüvvələrin parçalanması xanlığın xarici cürmlardan müdafiə olunmasını çətinləşdirirdi. Şamaxı ərazisinə hücum edən qonşu xanlara qarşı mübarizə aparmaq mümkün olmurdu. Bu, az imiş kimi Şamaxı xanlığında Köhnə və Yeni Şamaxının xanları da bir-birinə qarşı mübarizə aparırdılar. 1763-cü ildə Məhəmməd Seyid xan Hacı Məhəmmədəli xan məğlub edərək Yeni Şamaxını ələ keçirdi. Beləliklə, Şamaxı xanlığında iki hakimiyyətliyə son qoyuldu. Sərkarlar sülaləsinin idarə etdiyi vahid Şamaxı xanlığı yarandı. Demək, sual düşsə ki, Şamaxı xanlığı nə zaman yaranıb? 1747-ci ildə. Bəs vahid Şamaxı xanlığı nə zaman yaranıb? 1763-cü ildə. Azərbaycan torpaqlarını birləşdirmə siyasəti yeridən Quba xanı Fətəli xan, Şamaxını da Quba xanla birləşdirmişdi. Şamaxı xanları uzun müddət Quba xanlığının tabeliyindən çıxmaq üçün mübarizə aparsalar da, xanlıq 1789-cu ildə Fətəli xanın ölümünə qədər Quba xanın tərkibində olmuşdu. Fətəli xanın ölümündən sonra müstəqil olan Şamaxı xanlığında 1789-1792-ci illərdə hakimiyyət uğruna mübarizə başlayıb. Deməli, 1789-1792 məhz Şamaxıda hakimiyyət uğruna mübarizə dövrüdür. Qubalı Fətəli xanın ölümündən 92-ci ilə qədər. Baxın, diqqət edin, bu 92-ci il qara hərflərlə verilib. Düşmə ehtimalı çoxduğuna görə Mustafa xanın hakimiyyətə gəlmə ilini bilməliyik. Deməli, Mustafa xan 1792-ci ildə hakimiyyətə gəlib. Bundan sonra Şamaxı xanlığında sabitlik yaranır və Şamaxı xanı Azərbaycanın ən güclü xanlıqlarından birinə çevrilir 1792-ci ildə. Bu dövrə qədər yalnız öz müstəqilliyini qoruyub saxlamaq uğrunda mübarizə aparan Şamaxı xanlığı artıq qonşu xanlıqları öz hakimiyyətini tabiləməyə çalışırdı. Gəncə xanlığından danışaq biraz da. Gəncə xanlığının əsasını Qacar tayfası Ziyadoğullar nəslindən olan Şahverdi xan qoymuşdu. Cavad xan yox, Şahverdi xan Ziyadoğlu qoyubdu. Gəncə ərazi baxımından strateji mövqedə yerləşməklə yanaşı, həm də beynəlxalq ticarətin mərkəzi idi. Bir də nəyə diqqət edək, burada demədim, Şamaxı xanlığı 1770-də gümüş pul kəsilibdir. Bunu da qeyd edərsiniz.
Deməli, Gəncə xanının əsasını Qacar tayfasının Şahverdi xan qoydu. Gəncə daim qonşu dövlətlərin hücumlarına məruz qalırdı. Gürcü çarı 2. İrakli dəfələrlə Gəncə xanlığına yürüş etmişdi. Gəncə xanlığının bayrağı, Gəncə xanlığının ərazisi gördüyümüz kimi Şəki ilə, Şəmşəddinlə, Qarabağla sərhəddir, Göyçə gölünün yanıdır Gəncə xanlığı. Demək, 2. İrakli dəfələrlə Gəncə xanlığına yürüş etmişdi və bunu asvestə salmağa çalışmışdı. Xarici işğallara qarşı mübarizə aparmaq üçün Gəncə xanlığı Osmanlı dövləti ilə dostluq əlaqələri qurmağa çalışırdı. Bu məqsədlə 1752-ci ildə Şahverdi xan Osmanlı dövlətinə elçi göndərib. Demək, elçi göndərən kim olubdu? Şahverdi xan. Neçənci ildə? 1752-ci ildə. 18-ci əsrin 50-ci illərdə Gəncə xanlığı Qarabağ xanından asvezi düşmüşdü, hansı ki, Pənahənin xanı dövründə tabi olan ərazilərdən biri idi Gəncə, İnək dediyimiz. 1780-ci ildə Gəncə xanlığı Qarabağ xanlığı və Gürcü çarlığı arasında bölüşdürülür. Demək, Gəncə Qarabağ və Gürcü arasında bölüşdürülür. Neçənci ildə? 80-ci ildə. Xanlıq hər iki tərəfin təyin etdiyi nümayəndələr tərəfindən idarə olunmağa başlayır. Belə Gəncə xanlığı iki hakimiyyətlik yaranır. Baxın, diqqət edin. Şamaxıda olan iki hakimiyyətlik, daxili iki hakimiyyətlik idi. Amma Gəncədə olan iki hakimiyyətlik xarici iki hakimiyyətlikdir. Bu vəziyyət 1783-cü ilə qədər davam edir. Yaranmış iki hakimiyyətlik xalqın narazılığına səbəb olur. Həmin il Gəncədə baş vermiş üsyan nəticəsində iki hakimiyyətliyə son qoyulur. 1786-cı ildə Gəncə xanlığı hakimiyyətə Cavad xan Ziyadoğlu gəlir. Cavad xanın həyata keçirdiyi müdrik siyasət Gəncə xanlığının müstəqilliyini möhkəmləndirir. O, Azərbaycan torpaqlarını, Qazax, Borçalını güclü təsirdən azad eləmək siyasəti yürüdürdü. Gəncə xanı Abbasi şahı adlanan gümüş pullar kəsilirdi. Gəncə xanın işğalına qədər Abbasi və şahının ondan çox forması sərb olunurdu. Pulların üzərində Gəncə pulu sözləri yazılmışdı və əsas pulu Abbasi idi. 1776-77-ci illərə aid gümüş pullar təsvir olunubdu. Milli Azərbaycan Tarix Muzeyinin silah kolleksiyasında Gəncə xanı Cavad xanın buncuğu saxlanılır. Buncuq hakimlik səlahiyyətini təsdiq edən əlamətlərdən hesab olunurdu. Cavad xanın buncuğu at quyruğu bərkidilmiş taxtadan, başlıq və tük qələmli qotazdan ibarətdir. Gördüyümüz kimi bu da Cavad xanın buncuğudur.